Hamıya salam. Bu gün sıfırdan məntiq dərslərimizin 10-cu dərsi olan oyunlar dərsimizdə qarşınızdayıq. Oyunlar dərsində biz hər növ cədvəl oyunları və yaxud da dövlət qulluğuna düşən sınıq, xətt, çubuq, elastik kürələr bu tip oyunların izahına baxacağıq. Çox maraqlı dərsdir. Bəzi oyunlar da bir neçə tələbələr tərəfindən çətin qarşılanır. İndi onların həllinə baxıb onları izah edəcəyik. Baxırıq ilk hissəmiz olan sudokuya. Sudoku bildiyimiz ən asan tiplərdən birisidir. Yəni necə həll olur? Sudoku elə bir qaydası var ki, sətr və ya sütun üzrə hər rəqəmdən və ya hər hərfdən nə verirsə artıq ondan bir dənə olmalıdır. Hər birindən bir dənə olmalıdır və eyni zamanda bizə verdiyi bu qara hissələrin içərisində də yenə hər rəqəmdən bir dənə olmalıdır. Və hərf versə hər hərfdən bir dənə olmalıdır. Gəlin baxaq indi. Deməli, baxın, burada bizə nə verib? Burada 1-i veribsə bizə, deməli artıq biz bunun içərisində 1 yaza bilmərik. Artıq 1 var burada. 2-ni hara yaza bilərik? Məsələn, burada 2 yaza biləcəyimiz yer buraya yazanmarıq. Çünki artıq burada 2 var. Burada 2 yazanmarıq. Artıq burada da sütunda 2 var. 2-ni yaza biləcəyimiz təkcə oldu B. Biz B-ni yerinə yazdıq 2-ni. Çünki başqa bir yerə 2 yazmağımız düzgün deyil. 2-ni buraya yazdıq. Bu demək ki, biz bunların heç birinə 2 yaza bilmərik elə. Baxırıq, burada 2 yazanmarıq. Çünki 2 var həmən sətirdə. Bir dənə qaldı A-ya. Gəldin A-ya da 2-ni yazdın. 2 üstə qədər 2-ni eləyir 4. Bu qədər sadə. Baxırıq indi 6-ın 6-ya olan bir sudokuya. Burada nə edirik? Burada da yenə hər bir hərfdən və hər bir rəqəmdən bir dəfə istifadə olmalıdır hər sətr və sütunda və eyni zamanda bu qaralanmış, bölünmüş hissələrdə də yenə hər birindən bir dənə olmalıdır. Baxırıq indi. A neçə ola bilər burada? 2 olanmaz, 1 olanmaz, 5 olanmaz, 6 olanmaz. Qaldı nə? Ya 4 ya da 3. A olacaq ya 4 ya da 3. 4-ü buraya yazanmarıq. 3-ü də buraya yazanmarıq. Sonra başqa nə yaza bilərik burada? Ən çox istifadə olunan burada nə yoxdur bizdə burada? Burada 3 yoxdur, 1 yoxdur və 4 yoxdur. Burada 1-i buraya yazanmarıq. Çünki 1 burada var. 3-ü buraya yazanmarıq. Burası boşdur. Yaxşı, gəlin baxaq bura onda. Buradan 3 yaza biləcəyimiz yer bura deyil. Çünki buraya 3 yazanmarıq. Aşağıda 3 var. 4 buraya yazanmarıq. Burada qalan hansı hərf qalmış? 6. 6-nı buraya yaza bilmərik. Baxın, 6-nı buraya yazanmarıq və buraya yaza bilmərik. Yaza biləcəyimiz tək ki, qaldı burayla. Sonra qaldı 4-dən 3. Onda 4-ü buraya yazanmarıq. A oldu 4, bura oldu 3. A-nı yerinə yazdıq 4-ü. İndi bizə deyir ki, B-ni tap. Yaxşı, B-ni tapmaq üçün bizə nə lazımdır? Bunun içərisinə baxırıq. B 1 deyil. Aydın məsələ ki, B 1 deyil. 2 və 3 də deyil. Deməli, 1 deyil, 2, 3 deyil. Baxaq indi nə yoxdur burada? Burada yoxdur bizdə 6 yoxdur. Heç nə yox, bir dənə 1 var. Yaxşı, biz gəlin əvvəlcə o birləri tapaq. Deməli, bax burada 3 yaza biləcəyimiz təkcə qaldı bura. Çünki buraya yazanmarıq. Bir də qaldı 4 ilə 1. 4 ilə 1 qaldı, onu da hələ bilmirik hara yaza bilərik. Çünki hər yana yazıla bilər. Buradan baxsaq. Burada yoxdur bizdə 1, 3 və 5. 3-ü buraya yazanmarıq və buraya yazanmarıq. Yaza biləcəyimiz təkcə qaldı bura. Qaldı 1 ilə 5. 1 ilə 5 qaldı, onu da burada yaza bilərik, burada yaza bilərik. Sonra 4-ü yaza biləcəyimiz yer hələ burada məlum deyil. Burada nə qalıb bəs? 1, 2, 4 qalıb. Bəli, 1, 2, 4 qalıb. 4-ü buraya yazanmarıq. 4-ü yazdıq bura. Qaldı nə? 1-dən 2. O da hələ məlum deyil. Ya buraya ya da buraya yazıla bilər. Yaxşı, burada nə çatmır bizə? 1, 2 və 5 çatmır. 1 yazanmarıq bura. 1 yazdım bura. Nə qaldı bizdə? 2 ilə 5. Onu da buraya yazmaq mümkündür. Yaxşı, deməli bizdə bax. Burada yaza biləcəyimiz yer 6-nı buraya yazanmarıq, buraya yaza bilərik. Sonra 3-ü buraya yazanmarıq, buraya yazanmarıq. Yaza biləcəyimiz yer qaldı bunlar. Burada yazanmarıq. 3-ü yazıq bura. Çünki buraya yazanmarıq, yuxarıda 3 var. Buraya yazanmarıq, burada var. Buraya yazanmarıq, burada var. 3-ü yazdıq bura. Nə qaldı bizdə burada? Qaldı 1, 2 və 4. 1-i buraya yazanmarıq. 2-ni buraya yazanmarıq. 2-ni buraya yazanmarıq. 1-ni buraya, 2-ni buraya yazanmarıq. Sonra, yaxşı, burada nə qaldı? Bəs bizdə 1 ilə 4 qalmışdı, o da məlum deyil. Burada 2 və 3 getdi. B ola bilməz nə? Ona yazaq da nə? B ola bilməz 1, 2, 4 və 3. Bunu ola bilməz.
Ola bilər ya 5 ya da 6. Bax, indi biz B-nin üstə məsəl üçün deyək 5 tapsaq. 4 ilə 5-in cəmi 9 var, yoxdur. Deməli, cavab 6-dır. Cavabların cəmi 10. Vəssalam, A variantı. Baxırıq indi 3-cü suala. Bu da yenə 6-ın 6-ya, sadəcə bu da fərqli formada bölünmüş suallar verib bizə. Yenə A ilə B-nin, həm də C ilə D-nin də cəmini istəyir bizdən. Baxaq, bax, buradan çıxmır bizə. 1, 3 və 4. Burada 1 buraya yazanmarıq, buraya yazanmarıq, yazdıq buraya, bir dənə bura. 3-dən 4 qaldı. 3-dən 4-ü hələ bilmirik, hələ yazaq. Bəs yaxşı, bizdə buradan çıxmır bizə 3, 4, 6 çıxmır elə. 6-ını buraya yazanmarıq, 3-ü buraya yazanmarıq. Sonra burada nə qaldı bizdə? Deməli, qalıb bizdə 1, 2 və 6. 1, 2, 6 qalıb bu, belə deyim, sütunda. 1, 2, 6 qalıbsa biz buraya yazanmarıq 6-nı, buraya yazanmarıq 2-ni, buraya yazanmarıq yenə 6-nı. Bax, 6-nı buraya yazanmarıq və buraya yazanmarıq. 6 yazdıq bura. Nə qaldı bizdə? 1 ilə 2. 1 ilə 2 qaldı. Hə, 1 buraya yazanmarıq. Çünki bax, burada 1 var. 1 yazdım bura. A oldu 1. Deməli, bura neçə olacaq? Onda 2 oldu. 2 də belə getdi. Bax, indi burada nə var? 1, 3, 2, 5, 6 qaldı. Bir dənə bura 4. 4'ü yazdıq bura. Əla. İndi burada artıq belə formada baxsaq, nə çatmır bizdə burada? 2-ni buraya yazanmarıq, 2 ancaq yazıla bilər bura. Qaldı 4 ilə 6. 6 var burada. B oldu 4, 6 oldu bura. Deməli, B də oldu 4. Sonra, indi buradan çatmır bizdə. 3 ilə 4 qaldı, səhv eləmirəmsə. O da 3 ilə 4 qalıb, bəli. Hələ dəqiq məlum deyil. Yaxşı. Onda burada 1, 4, 3, 7 nə qaldı? 5 ilə 6 qalıb elə. 5 burada varsa deməli buraya yazacaq onda 6-nı, buraya yazacaq 5-i. Deməli C də oldu neçə? 6. İndi buradan yenə qaldı nə? 3 ilə 4 qaldı. Onda 3-ü yazdıq bura, 4-ü yazdıq bura. Burada qaldı nə? 3. Buradan çıxmır bəs. 1 ilə 4 qalıb. Yazdıq bura 1-i, buraya yazdıq 4-ü. Burada nə çıxmır bizə? Biz hamısını tapdıq elə burada deyəsən. C-ni 6 tapdıq. D hardadır bəs? Hə, deyək də 2 tapmışıq bayaqları. Bəli, deyək də 2 tapmışıq. Bəs salam, bunların cəmi neçə eləyir bizdə? 8, 5, 4, 13. Cavab A variantı. Keçirik Hitoriya. Hitoriya biraz maraqlı tiplərlərindir. Deməli, baxaq. Bax, burada nə edirik? 2 dənə eyni rəqəm arasında olan ədəd, sətir və ya sütunca fərqi yoxdur. Yumurlanır birinci. Bunu yumurlarıq. Sonra, baxırıq bu sütunda var mı başqa? Yoxdur. Bu sütunda var, başqa var. 3 var. Yumurladıq. Bu sütunda 5 var. Bu sütunda 4 var. Burada 2 də var imiş. Sətirlə baxsaq, sətirlə burada 1 də var. 3 ilə 3-ün arasında yerləşir. Başqa, bir də 4 ilə 4-ün arasında 3 var. Bunu da yumurladıq. İndi burada gəlin baxaq. Nəyə ki yumurlamışıq, nəyə ki yumurlamışıq? Məsələn, 5 yumurlamışıq elə. Həmən sətirdə və həmən sütunda bir dənə də 5 varsa, o x-lənməlidir. Yəni, qaralanmalıdır, belə deyim. O da bizdə yoxdur burada. Baxırıq birə. Birin sətir və ya sütunda başqa bir dənə 1 yoxdur. Amma 3-ün var, məsəl üçün. 3-ün sütunda da var. Bunu x-dədik. Yəni, qaraladıq. Bunu da x-dədik. Sətrində də var. Sonra baxırıq bu 3-ə. Bunun da, bax, yenə sətrində var. X-dədik. 5-in sətrində üstündə yoxdur, 4-ün sətri üstündə yoxdur, 2-nin sətri və üstündə yoxdur. Bunu belə eləyəndən sonra bunun qaydası budur ki, x-dərin ətrafı 4 bir tərəfi nə olmalıdır? Yumru olmalıdır. Gəldik buradan 2-ni yumrulayırıq. 2-nin sətri və üstündə yoxdur. Baxır təzədən, yoxdur. Gəldik buradan 4-ü yumruladıq. 4-ün sətrində varmı? Üstündə var. X-dərik bunu da. Sonra 3-ü yumrulayırıq indi. 3-ü yumrulayandan sonra da görürük 3-ün sətri və üstündə yoxdur. 2-ni yumrulayırıq. X-in ətrafında olduğuna görə yumruladıq. Bunları 4-ü, 2-ni, 3-ü. 2-ni yumruladıq, bunu x-dəməliyik onda. Gəldik buradan 1-i yumrulayaq. 1-in sətrində və üstündə başqa bir 1 yoxdur. Gəldik bu 3-ü yumruladıq. X-in ətrafında olduğuna görə. Onda bunu x deyirik, bir də bunu x deyirik. Bu da belə getdi və indi x-dədiyimiz yenə ətrafı yumrulanır. Baxırıq ki, başqa bir şey yoxdur. Bu həll olunandan sonra belə bizə deyir ki, bütün dairələr yumrulatmamızın hər biri bir-birindən birləşməlidir. Yəni, bunlar arasında bir yol olmalıdır. Biz də baxırıq, bura görürük ki, məsələn, bira biz x qoysaq, bu bir buradan çıxanmaz. Çünki yollar bağlıdır. Hər tərəfdə x var. Çarpaz çıxa bilməz ha, burada çarpaz yol yoxdur.
Ancaq x nə? Yəni düz gedə bilər ancaq. Burada da x qoysaq əgər 1 qalır burada. Buna görə də biz burada nə edirik? 4'ü yumrulayırıq. Sonra gəlib baxırıq bura. Bəli, bunu da bax x desək 3 qalır burada. Çıxanmır ki 3. Xeyr, burada qalır. Ona görə biz buradan 4'ü də yumrulayırıq. Burada 4'ü də yumruladıq. Gəlib baxırıq bura. Burada da 1 var. 1x desək əgər həm 2 qalır burada, həm bu 2 qalır, həm də bu 4 qalır öz yerində çıxanmır. Hər tərəfi x-dir. Ona görə biz bunu yumrulaya bilərik. Bizə şərt vermir. Çox güman şərt deyəcək ki, bizə qaralanmışların cəmini tapın. Gəlin baxaq indi. Nə var burada? 3, 3, 2, 3, 4, 3, 3. İndi nə qədər 3 var burada? Hamısını cəmləyək. 1, 2, 3, 4, 5 dənə 3 var. Elədi 15. 2 ilə 4-ün cəmi 6, elədi 21. Cavab elədi 21. Ümid edirəm, başa düşmüşsünüzdür. Baxırıq ikinci tipsə. Deməli, burada da yenə 2 dənə eyni rəqəm arasında olan ədəd axtarılır. Baxaq şöyle tapa bilirikmi? Sətir və ya sütun üzrə görmürəm. Yoxsa artıq buna deyirlər ipucsuz hitori. Bunu necə eləmək lazımdır? Bax, künsədə əslində bizə ipucunu verib. Yəni, bax, məsələn, biz bunu x-də yumrulasaq, bunun artıq x-lənməlidirlər. Onda 3 qalır burada. Buradan çıxa bilmir. Buradan çıxa bilmirsə, onda biz bunu x deməliyik. Biz bunu x deyirik, bunları yumruluyuruq. Sonra, baxırıq bura. Burada indi 4 dənə 2 var. Məsələn, bunu biz yumrulasaydıq, bunlar x denməlidir artıq. O da bizdə yenə 2 qalır orada. Ona görə nə edirik? Biz bunu x deyirik. Ətrafını yumruluyuruq. Nə ki bulamışıq, indi onun sətir və üstündə hamısı eyni olanı x-lənməlidir. Yazıq bunda belə. İndi bu x-in ətrafı yumrulanır. 5, 5, 1. 5-in sətir və üstündə yoxdur, 5-in sətir və üstündə yoxdur, 1-in sətir və üstündə yoxdur. Gəldik bura 3, 3. Bunda 3-ün sətir üstündə yoxdur, 3-ün sətir üstündə yoxdur. Sonra, bax indi bayaq dediyimiz kimi, burada artıq o tərəfə qayda yoxdur. Nə edirik? Bax, 1x desək 5 qalacaq burada, onu yumrulamalıyıq. Eyni şey 4'ə aid, 4x desək 2 qalacaq burada, bunu da yumrulamalıyıq. 4'ü yumruladığımıza görə bunu x deməliyik. İndi 10x dedik, bunun ətrafı yumrulanmalıdır. Yumruladıq mı? Ona görə bunu x deməliyik artıq. Bir yumrulamışıq, bunun da ətrafı x bir şey olmalıdır. Yəni eyni sətirdə olanlar x deməlidir. Gəlib 5'i yumruluyuruq. 5'i biz yumrulayandan sonra qaldı burada 1, 2, 4. Bunu əgər indi x desək 5 qalacaq burada. Yumrulanmalıyıq. 4'ü x desək 2 qalacaq burada. Onda bunu da yumrulanmalıyıq. Qaldı burada 2. Bax biz bunu x desək belə bir şey alınacaq. Bax burada şart çıxanmırlar. Qaldılar burada. Ona görə biz nə edirik? Bunu da yumruluyuruq. İndi deyək ki, bunların cəmi neçə eləyir? Gəlin hesablayaq. 2, 3, 5, 9, 10, 12, 14 və salam 14 cavab edir bizdə B variantı. Burada da yenə bizdə deyək ki, hitoridə silinmiş xanaların ədədlər cəmi hansı ədədə bərabərdir? Yenə eyni qaydan gəlib buradan 2 ilə 2 arasında 2-ni götürürük. Burada da 4'ü götürürük. Başqa burada eyni yoxdur. İndi gəldik bura. 2 götürdüyümüzə görə bunu x deməliyik. İndi bunu x desək onun ətrafı yumrulanmalıdır. 3'ü yumruluyuruq, 1'i yumruluyuruq. Burada da 2'ni və 1'i yumruluyuruq. Burada indi belə deyim də bunu yumruladıqsa bu 4'ü yumrulamalıyıq. Çünki əgər 4 x desək 1 burada qalacaq. 4'ü yumruladıq, onda bunu x deməliyik. Bu da yumrulanmalıdır. Bu da yumrulanmalıdır. Bu da yumrulanmalıdır. İndi bu yumrulandısa 3. Onun sütundakı x denməlidir. Bunu da deməli yumruladıq. Qaldı burada bir dənə 2. 2'ni də əgər yumrulasa x desək buradan 1 çıxanmayacaq. Ona görə bunu yumrulamalıyıq. İndi silinmiş xanalar cəmi neçə bərabər gəlin onu tapaq. 3, 2, 5, 7, 4 də buradaydı 11. Cavab verir bizdə necə? B variantı. Sonra yenə bir hitori sualı. Deyir ki, yenə eyni qayda ilə baxın. Baxaq görək burada eyni bir ədədlər arasında nəsə varmı?
yoxdur deyəsən. Görmədik. Ona görə nə edirik? İpucu da yoxdur artıq burada. Məsələn, 3 dənə D verib burada. Biz bu D-ni necə yumurlasaq, bu D-ni yumurlasaq. Bunların içində x deməliyik. X-lər heç vaxt böl-bölə düşə bilməzlər. Ona görə gəlin bunu yumurlayaq. Çünki bunun üstündə də var hətta D. Onda bunları x deyək. Görək burada nə alınacaq? Burada bunu da x dedik. Ətraflarını yumurlayaq bunların. A-nı yumurladıq. A-nı yumurlasaq artıq bu da x deməlidir. Elə? Onda demək ki biz bu D-dən başlaya bilmərik. Başlayırıq D-dən. Bu D-dən. Onda bunları x deyirik. Gəlib bunun ətrafını yumurlayırıq indi. B, A və C bundan yumurlandı. A-nı yumurlansa onda bu getdi. C-ni yumurlansa başqa bir yoxdur. B-nin də səsi və üstündə yoxdur. Gəldik indi buna. C-ni yumurladıq. Onda bu C getdi. B-ni yumurladıq və D-ni yumurladıq. Bu C-ni yumurladıq. X deyirsən də bu yumurlanmalıdır. Hə, vəssalam. Sonra onda buradan bu A-da nə etməlidir? Yumurlanmalıdır. Çünki buradan çıxa bilsin deyə. Yəni D buradan çıxa bilsin deyə. C-ni də yumurlanmalıyıq ki, bu D çıxsın buradan. Bu D-ni də yumurlanmalıyıq ki, A buradan çıxsın. Sonra bir dənə qaldı nə? Bu A qaldı. Bizə deyir ki, soldan ikinci sütunda qaralanacaq xanalara yazılan hərfləri tapın. Baxırıq bura. Soldan ikinci sütunda nə var? C və D var. Yəni cavab verir bizdə D variantı. Gəldik Kakuraya. Kakurada nə edirik deməli? Bizə verib 6, 4, 13 və 11. Bu deməkdir ki, Kakurada nə edirik? Yuxarı 4 versə, deməli bu xanaların cəmi 4-ə bərabərdir. 13 versə, bu xanaların cəmi 13-ə bərabərdir. 6 versə, buradakı bunların cəmi 6-ya, bunların cəmi isə 11-ə bərabərdir. Və eyni sətirdə və eyni üstündə yenə eyni rəqəm ola bilməz. Baxırıq indi. Məsələn, biz 4-ü götürə bilərik. 4-ü biz götürə bilərik ya 1, 3 və ya 2, 2. 2 götürəmərik, 6 olmaz. Bunu götürə bilərik nə? 1, 3. Niyə bura 1 yazdıq? Buraya 3 yazsaydıq, onda bu da 3 olmalıdır. Çünki 6 eləməsi üçün. 1 yazdıq, bura oldu 5, bura oldu 8. Düz gəlmir, 5 ilə 8, 13, 3 ilə 8, 11, 5 ilə 1, 6. 5 ilə 3-ün cəmi 13-ə bərabərsə, deməli, bura nə düşdü? 5 düşdü. Cavab elədi bizdə Y variantı. 9-da da yenə eyni qaydadır. Burada isə ipucu buradan başlayır. Bax, hansı rəqəmlərin cəmi 24-ə bərabər olar? Təbii ki, 9, 7, 8-in cəmi bizə verər 24-ü. Axırıncı rəqəmlərdə, bu axırıncı rəqəmlərin cəmi bizə 24-ü verər. Sonra, buraya indi 24 var. Bura nə düşür onda? 7 var. Qaldı 2 ilə 1. Onda gəlin belə eləyək. Bura yazaq. Məsələn, yazaq nə? 1, buraya yazaq 2, görək nəsə alınacaqmı buradan? 1, 2. Buradan indi nə qaldı? 14 qalır burada. 14 eləməsi üçün biz yaza bilərik ya 7 ilə 5, ya 6 ilə 7 ilə 5, ya 7, 7 yazanmarıq. 9 ilə 5 ya da ki, belə bir şey. 9 ilə 5 yazanmarıq. 8 ilə 6 yazsaq, 8 yazanmarıq bura. Yazaq 6-nı, 8 yazaq bura. Və 8-i bura yazdığımıza görə burada 8 düşməlidir artıq. Demək ki, biz əvvəldən səhv başlamışıq. Biz bura deməli nə edirik? 8-ləri hamısını silirik. Başdan yazırıq. Yazaq bura. 8, 7, 9. Buraya 8 yazmıyorum. Çünki 8 yazsam bura 1-1 olmalıdır. Bərabər olmalıdırlar. Onca alınmayacaq. İndi 9 yazdık bura, 8 yazdık bura. Nə qaldı burada? 15. 15 yaza biləcəyimiz 7, 8 var, yaxud da 6, 9 var. İndi biz yazaq yaxşı. 6-nı buraya yazsaq, 9 yazaq bura. Çünki 9 yazaq bura 1 ilə 0 qalır. Burada da nə qaldı bizdə? 3 ilə 1 qaldı. Bura 1 yazaq, bura yazaq 3. Bura yazacaq 2, 10 eləməsi üçün. Bura nə qaldı? 7. Vəssalam, düz gəldi mi? Gəldi. İndi B, C, D, Y, K, N cəmlər. Deməli yazaq B, 9, üstə gələnsin C, 8, üstə gələnsin D. D bizdə 1, üstə gələnsin Y. Yəni 2, üstə gələnsin K, 3, üstə gələnsin N, 9, çıxılsın. A neçəli bizdə 6, F neçəli bizdə 7 və çıxılsın 7.
Bunların indi cəmləyək bura qədər neçə ilə görək. 18, 20, 32 çıxılsın. Bu dərəcə səfərləməsə 20. Bu da qaldı 12. Bəs salam, cavab elədi 12. Baxırıq indi 10-cu suala. Yenə burada bir kapro sualıdır. Yaza bilərik burada 4 ilə və yaxud da bir də 4 ilə başlaya bilərik. Bir də burada 3 var. Buna 1 yazanmaq aydın məsələdir. Çünki 1 yazsaq qaldı buna nə? 18. 18 yazmaq 9, 9 düşməlidir. O səhvdir. Deməli, buraya yazmalıyıq 2, buraya yazmalıyıq 1. Burada 1 yazdıqsa, indi burada nə qaldı bizə? 9-dan 8. 9-u bura, 8-i buraya yazsaq. İndi 9-u bura, yenə 8-i buraya yazsaq, düz gəlirmi? Baxa görək. Daha doğrusu biz 16 yazmalıyıq. 16 yazmaq üçün bizə 9, 7 kömək eləyər. 7-ni yazaq bura. 9, 8, bu düzdür. Bu düzdür. İndi baxırıq hara bura. Burada 3 ilə 1 yaza bilərik hara? Tutaq ki 3 yazaq bura, 1 yazaq bura. Ən böyüyün qabağına 6 yazıq da 3-ü. Qaldı 8. 8 yazmaq üçün nə qaldı bizə? 5 ilə 3 və 6 ilə 2. 1 ilə 7. 1 ilə 7 yazanlar təbii ki. Burada nə qalıb bəs? 13 qalıb. Burada da qalıb 16 idi. Buraya yazaq indi 1, buraya yazaq 3. Bura qaldı nə? 8. Hə, demək ki biz 3 ilə 1-in yerini dəyişə bilərikmi? Görək anlayacaqmı? Buraya yazaq 1, buraya yazaq 3. Onda buraya yazaq 3, buraya yazaq 1, yenə 8 alınacaq. Demək ki biz burada 9-un 8-in yerini dəyişməliyik. Yazaq bura 8, bura 9. Onda bura olacaq neçə? 7, bura 9. Burada qaldı nə? 17. Qaldı 2 ilə 1. İndi gəldik bura. Buraya yazaq indi 3, 1, buraya yazaq 1, 2, bura 8 düşsə. Şimdi qaldı burada 6. Vəssalam. Hamısı həll oldu. İndi burada nə istəyir bizə? Tək ədədlər. Tək ədəd hansıdır bizdə? Baxırıq tək ədədlər. N, S, N-dən S qaydasın. C ilə Y. 1-ə görümüzə dəqiqə tək ədəd və cüt ədədlər. Cüt ədədlər bizdə hansılardır? Bax, cüt ədəd bizdə Z, K, M. Z, K, M deyə bir şey var. Z, K, M yəni burada Z bizdə B, D, A. A, B, D. 2 A, B, D. Cüt ədədlərdə bizdə olacaq nə? C-yi. B variantı. Sonra keçdik burada 11-ci suala. Buranı yeniləyək. İndiyəki xanalara elə ədədlər yazın ki, bu düzgün gəlsin deyil. Böyük işarələrdə riayət eləməklə həmin ədədlər hər sətirdə və hər sütunda yalnız bir dəfə istifadə olunmalıdır. Eyni sudokudur, sadəcə olaraq burada böyükçü işarələr də var. İndi nə edirik? Burada həmişə ən böyük və ən kiçik tapırıq birinci. Bax, bu sətirdə ən böyük hansı ola bilər? Yəni bütün oxlar hansına doğru gedir buna? Bu ola bilər 4. Niyə 4 yazacaq? Çünki bu 4-ün 4-dədir. Ən böyük rəqəm 4 ola bilər ancaq burada. Ən kiçik hansı ola bilər bəs? Hamısından gedən işarə, hamısından gedir. Bax, bundan da gedir, bundan da. Yəni ən kiçik onda qalır 1. 1-dən böyük 2, 2-dən böyük 3, 3-dən böyük 4 var. İndi 2-dən kiçik nə var? 1 var. Burada qaldı nə? 2 ilə 3 qaldı. Burada da yazırıq 3-ü, buraya yazırıq 2-ni. İndi 2-dən böyük 3, 4 yazanmarıq ki bura. Çünki yuxarıda var 4. Qaldı bura nə? 3-dən kiçik 2. Bura olmalıdır indi 4, bura olmalıdır nə? 1. İndi 3, 4, 1, bura olmalıdır 2, bura olmalıdır 3, bura olmalıdır 4, burada oldu necə? 1. Və salamımıza nəsə A, B, C-də arızlığından düzün deyir. A 2-dir, B 1-dir, C 3-dür, D 4-dür. Belə bir 2, 1, 3, 4 alınır. Sonra baxırıq bura. Burada indi nə edirik? Yenə ən böyük və ən kiçik yaxlarıq sətr üzrə. Bu 4-ün 5-ə verib. Bu dəfə sətrindən baxsa daha yaxşı olar. Ən böyük və ən kiçik yaxlarıq. Ən böyük hansı ola bilər? Bu. Ən kiçik də bu ola bilər. Gəlin 5-i yazaq elə bura. Sonra burada ən böyük və ən kiçik hansı ola bilər? Ən böyük bu da ola bilər. Bu da ola bilər. Ən kiçik isə ancaq budur.
Sonra burada isə ən böyük və ən kiçik. Ən böyük bu ola bilər, bu da ola bilər. Ən kiçik isə bu da ola bilər, bu da ola bilər. Yox, bu ola bilər ancaq, bəli. Bütün oxlar çünki ondan gedir. Burada isə deməli nə edirik? Ən böyük və ən kiçik axtarırıq. Burada ən böyük ola bilər B. Bura oldu 5. Deməli bura 5-dirsə, artıq bura 5 olanmaz ha. 5 oldu bura. Sonra indi ən kiçik bəs hansı ola bilər? Ya C, ya Y, ya da A. İndi baxırıq. Onda belə çıxır ki, D4-dür bizdə. Çünki bunlar kiçikdir də hamısı. Yəni 1, 2, 3 ola aiddir. Bir dənə D qaldı. 4-dən də böyük 5 var. 5-i də burada yazdıq belə. Sonra indi burada 5, 5 getdi. Hə. İndi burada qaldı 1, 2, yox, 2, 3, 4 qaldı elə. Burada yazdıq 4-ü. Niyə 4 yazdıq burada? Çünki həm bundan böyük, həm də bundan böyükdür. Buraya indi biz yazamarıq 2-ni. Buraya 2 yazsaq, buraya yazmarıq 1. Amma 1-dən böyük heç nə yox. 1 1-dən böyük deyil. Ona görə buraya yazırıq biz 3, buraya yazırıq 2, buraya yazırıq 1. Bu da belə getdimi? Bura nə qaldı onda? Bura qaldı 2, 2-dən kiçik nə var? 1 var. Buraya yazdıq 1-i. İndi 2-dən böyük 3 və ya 4 yaza bilərik. Burada bir başqa hara yazılmalıdır? Burada yazdıq, burada yazdıq, burada yazdıq. Burada artıq 1 getdi. Hamısında 1 yazmışıq, bəli. İndi baxırıq buradan. 2-dən böyük 3 yazsaq, bura olmalıdır 4, 4 aşağıda var. Ona görə 2-dən böyük yazaq 4, buraya yazaq 3. Onda buraya yazaq 2. Burada yaza bilərik. Yəni bilim 2, 3, 3 yazaq, 3 yaza bilərik. Hə, bura ancaq 3 düşür. Qaldı burada onda 4. Çünki 4 böyükdür. Burada 4 yazan var, 4 burada var. Burada 4 yazan var, 4 burada da var. Vəssalam. Burada qaldı 2 ilə 3, o da dəqiq məlum deyil. Bizə nə istəyir? Hərflər arasında münasibəti müəyyən edin deyir. Ən böyükdən başlasaq, məsələn B, sonra 4 hansıdır bizdə? D, sonra 3 bizdə hansı idi? A, B, D, A, Y, C. Cavab verəcək bizdə B variantı. Gəldik 13-cü suala. 5-in 5-adır burada da. Yenə ən böyük və ən kiçik axtarırıq. Burada ən böyük hansı ola bilər? Ən böyük elə bu ola bilər. Və bu da ola bilər. Hə, dəqiq məlum deyil. Ən kiçik isə budur. Bu oldu 1. Sonra burada ən böyük və ən kiçik hansı ola bilər? Ən böyük, ən kiçik budur. Ən böyük isə budur. Çünki bütün oxlar ona doğru gəlir. Burada ən böyük və ən kiçik axtarsaq, ən böyük A olacaq onda burada da. Ən kiçik hansı ola bilər? Ən kiçik də bu ola bilər. Burada ən böyük və ən kiçik axtarsaq, ən kiçik budur. Ən böyük isə budur. 5 yazdıq bura. Sonra burada isə bura 5 yazanmarıq artıq. Çünki yuxarı yazmışıq. 5 yazacağıq onda bura. Ən kiçik isə yaza bilərik bura. İndi 5 yazmadığımız tək yer hara qaldı burada? Bir dənə bu hissəyə yazmamışıq 5-i. İndi bax. 5 1 gedib nə qalır? 2, 3, 4. Bunu yazdıq belə. Nə qaldı bu sütunda indi? 1, 2, 3. Bunu belə yazdıq. 2-dən kiçik, 3-dən kiçik nə var? 2 var. Böyük də 4 var. Burada nə qaldı onda? 2 qaldı. Burada qaldı 3, 4 qaldı burada. Üstünə 4'ü yazdık bura. İndi bizə nə qaldı burada? 3-dən 4 getdi. Burada 2-dən böyük. Nə yaza bilərik? Ya 3 ya 4 yaza bilərik. Ya 3 ya 4 yaza bilərik. Sonra burada başqa harda qalmış? Hə, burada 3, 1, 2. Bura olmalı 4. Onda biraz çıxır ki, biz 4 yazanmarıq. Bura oldu artıq 3. Bura nə olacaq onda? 2. Bizə nə istəyir? Burada olacaq onda 1, 2, 3 qalır burada. Burada olacaq 4. Əla. İndi gəlin baxaq. A, B, C çıxılsın D ilə Y. A ilə B hardadır? A, 5, üstə gəlsin 5, üstə gəlsin C. 2, çıxılsın D, 2. Çıxılsın Y hardadır? 3.
Bunlar getdi, qaldı 7. Keçid sınıq xəttə. Dövlət puluna daha çox düşür bu tipli suallar. Bunun qaydası nətərdir? Deməli, bu belə olmur ki, şərtdə özü deyir səfərləməsə yox. İndi burada deməli nə edirik? Bunun içərisində xətt qırılmalıdır. Həmişə. Bunun içərisində xətt qırılmalıdır həmişə. Amma bunun içərisində xətt qırıla bilməz. Onun çölünə qırılmalıdır. Ya hər tərəfində qırılmalıdır, ya da bir tərəfində hökmən qırılmalıdır. Bunun şərti belədir. Və yaxud da, belə deyə bilərik də, içərisində qırıldı, o birində qırılmır. Bu aydındır. Və belə bir qayda da var ki, bundan məsələn çıxdığı, burada qırıla bilməz artıq. Ən azı 2 dama keçməlidir. Qaranın içindən keçdi, ən azı 2 dama keçməlidir qırılması üçün. Keçdi məsələn buradan qırıla bilər, buradan qırıla bilər. Amma məsələn buradan qırıla bilməzdir. Bunun da qaydası belədir. İndi baxırıq suala. Bunu da silək. Gəldik indi bura. Deməli, bunun içərisindən təbii ki, düz gəlməlidir. Onun içində qırıla bilməz. Buradan çəkdik bunu belə. Bunu gətirdik. Bunun içərisində qırıldı, gəldi buradan belə. Buradan bunu çölündən kəsib. İçərdən gətirib bunu qırdıq belə. Lap aşağı qədər gətirdik. Belə. Sonra bunu buradan kəsdik. Bunun içərisində qırıla bilməz dedik. Onu buradan silirik. Bir dəqiqə gətirib buradan çəkdik bunu belə. Buradan çəkdik. Bax, buradan aşağısından qırıla bilər ancaq. Vəssalam, bax, oldu belə. Deməli, nə deyik? Bozların içərisindən bir dəfə keçməlidir, yəni qırılmamalıdır. Çölündən qırıla bilər. Qaraların içərisində hökmən qırılmalıdır. Və qaradan keçəndən sonra da ən az 2 dama keçməlidir qırılması üçün. Və eyni zamanda bunlar hamısı bir-birinlə birləşməlidir. Bu xəttlər hamısı bir-birinlə birləşməlidir. Qapalı bir bucaq əmələ gəlməlidir. Burada nə qaldı çöldə deyir? 1 ilə 4 qaldı. Hamısından keçib xəttlər. 1 ilə 4 qaldı. Bizə C variantı. Eyni qaydan gəlib baxırıq buna. Burada indi. Aydın məsələ ki, zaten burada xətt qırılır. 2 dama keçib. Bunu çəkdik belə. İndi, məsələn, gətirib buradan da bir dənə bunu kəsdik belə. Eyni qaydan gəlib bunu da kəsirik. Bu da oldu belə. Buradan kəssək. Bu içərisində qırılmalıdır. Gətirib bunu belə. İndi bunu buradan gətirib, düz yuxarısından qırıb aşağıdan birləşdirə bilərik. Bəli. Bunu da birləşdirdik belə. İndi hansılar çöldə qaldı? 1, 2 və 3. Cavab olur D variantı. Yenə dediyim kimi, qaranın içərisində bir dəfə qırılmalıdır. Bozun içərisində qırıla bilməz. Bütün damlalardan keçməlidir. Yəni, qara və boz olan qapalı bir bucaq, yəni qapalı bir fiqur əmələ gəlməlidir. Baxırıq 16-cı suala. 16-da elə bayaq kimi bunu buradan kəsdik. Gətirib bunu aşağı. Buradan qırdıq bunu. Gətirib buradan belə keçdik. Buradan yuxarı keçənməliyik. Çünki buradan qırıla bilməz dedik. Aşağı gətiririk. Buradan qırdıq. Bunu çəkdik belə. Buradan da gətirdik. Hökmən qırdıq. Gətirdik, yapışdıq. Bunu belə. Bu da oldu bu formada. Burada indi bizdə hansı artıq qaldı çöldə? 4 ilə 5. Yəni E variantı. Bu da belə. Növbəti hissəmiz isə çubuq adlanır. Yəni çubuq. Düymələnmiş 12 çubuqdan hər biri 2 çubuqla bağlar vasitəsilə birləşərək fərqli sayda 3 və ya daha çox çubuqlardan ibarət bir neçə qapalı dəstə əmələ gətirir. Bu çubuqların bir-biri ilə əlaqəsi şəkildə kimi gedirsə, dəstələr müəyyən edərək ən böyük dəstəyə ayrılan çubuqların nömrələr cəminin ən kiçik dəstəyə ayrılan nömrələr cəmi olan nisbətini tapın. Ən böyüyü böləcək ən kiçiyə. Yəni necə eləyir? Buna baxacağıq indi. Baxın. Deməli, bunu bir dənə görünən gedək. Başlıq 1-dən. 1-dən başladıq. Harada gedib dayanır? 4-də. Bəs 4-dən hara gedirik? Bax, düşdük aşağı, elə 4-ün xəttindəyik də yenə olduğu kimi. Gəldi. Buradan gəlib birləşir 12-yə. 13-dən hara qayıdır bəs? Gəldi, 12-dən qayıdır. Dala. Vəssalam. Bu oldu bizim bir dənə dəstəmiz. 1, 4, 12. İndi gəlir ikinci dəstəyə. Bunu fərqli də eləyək. Deməli, məsələn, başlıq 2 ilə.
2-dən başlarıq 6-ya. 6-dan gəlirik 11-ə. 11-dən 10-a. 10-dan gəlirik 5-ə. 5-dən hara gəlirik? Yenidən 2-yə qayıtdıq. Deməli, dəstəmiz necə oldu? 2, 6, 6-dan gəldik hara? 11, 10 və 5. Bu da bizim ikinci dəstəmiz. İndi üçüncü dəstəni düzəldək buradan. Üçüncü dəstəmiz 3-dən başladıq. Getdik 9-a. 9-dan 7-yə. 7-dən gəldik 8-ə. 8-dən birləşir. Hara? Təzədən qayıdır 3-ə. Yəni, bu da oldu necə? 3, 9, 7, 8. İndi bunlardan ən böyük və ən kiçik deyir ki, nisbətini tapın. Nömrələr nisbətini tapın deyir. Aydın məsələdir ki, burada ən kiçik hansıdır? 1, 4, 12. Cəmi neçə eləyir? 17 eləyir. Buna baxsaq. 8, 13, 21 də bu da 34. Bu 34 eləyir. Bu isə 12, 27 eləyir. Ən böyük hansıdır? 34. Ən kiçik hansıdır? 17. 34 bölünsün 17 neçəyə bərabərdir? 2-yə. Yəni burada cavab neçə olacaq? B variantı olacaq. Sonra baxırıq indi bunun digər eyni qaydada olan sualına. Burada isə bizə nə deyir? Burada da bizə deyir ki, yenə dəstələrə müəyyən edək, böyük dəstəyə ayrılan çubuqların nömrələrini cəminin tapın. Ən böyük dəstə, ən böyük dəstəni istəyir bizdən. Gəlin baxaq. Rəngini dəyişək. Deməli, 1-dən başladıq. Gəldik hara? 9-a. 9-dan 10-a. 10-dan gəlir 8-ə. 8-dən 5-ə. 5-dən təzədən qayıdır 6-ya. 6-dan 4-ə. 4-dən gəlir 11-ə. 11-dən gəlir 2-yə. 2-dən də gəlir hara? Təzədən qayıdır 1-ə. Çox ki, böyük dəstəmiz təbii ki, bu olacaq. Yenə də o birine də baxaq. Bunun dəstəsini gəlin yazaq. 1, 9, üstə gələk də bunu. 1, 9, üstə gəlsin. 10, üstə gələk 8, üstə gəlsin. 5, üstə gələk 6, üstə gəlsin 4, üstə gəlsin 4-dən ora gəldik. 4, 4-dən qayıtacaqsın 11-ə, 11-dən 2-yə, 2. Bunların cəmi nəyə bərabərdir? 10, 20, 28, 33, 39, 43, 13 də burada 56. Bunu tapmışıq 56. Çox ki, məncə Y variantdır. Gəlin bir dənə buna baxaq. 3-dən gəlir 7-yə, 3-də gələk 7, 7-dən gələcək hara? 12-yə, 13-dən təzədən qayıdır 3-ə. Bunların cəmi nəyə bərabərdir? 22-yə bərabərdir. Təbii ki, bu deyil. 56 cavab. Bu da çubuq idi. Deyək ki, elastik kürələrə gəldik. Elastik kürələr nə deməkdir? Deməli, burada deyək ki, kürələr eyni vaxtda göstərilən istiqamətdə eyni sürətlə hərəkətə başlayırlar. Ştrixlərlə əlaqəli xəttə çatan kimi mütləq elastik toplar toqquşma baş verir və onlar olduğu üstə geri qayıdır. Elə bir top kimi dəyir divara geri qayıdır. Bu halda növbət toqquşmaları gedir. Yəni dəyib qayıdır, dəyib qayıdır. Hərəkətə başlayan ən az neçə dəqiqə sonra, neçə saniyə sonra bütün cəzlər mərkəzləri eyni olan 6-cı xəttin üstündə ikinci dəfə olacaqlar. Yəni bizdən 6-cı xətt istəyir. Əsas olan xəttimiz buradır. Deməli bu getdi bura. Hər dəfə bir xətt keçmək ilə 1 saniyədə elə bir şey. Dəyər bura bu. Buna yazaq 1, bu olsun 2, bu olsun 3. Bu bir nömrəli. Gedir dəyər hara? Buradan bura 1 saniyə. Və 1 saniyə getdi. Təzədən bura gələnməz axı. Mərkəzi bura olsa belə bir şey alınacaq. O da bizə ştrixlənmiş sahə, buradan ştrixlənmiş sahənin sürət çıxanmarıq ha. Ona görə ancaq bura gələ bilər 1 saniyə ilə. Və mərkəzi gəldi bura 1 saniyə. Bunda silət çarpışdırmasın bizi. Hə. Bura birinci topu. Deməli 1 saniyə gəldi bura. Gəldi 2, 3, 4 saniyədə. Deməli bir dəfə gəlib düşəcək bura. Təzədən qayıtdı bura 5, geri qayıdır. 6 saniyə.
7, 8, 9, 10, 11, 12, 13, 14, yine 14, 15, 16, 17, 18, 19, 20. Baxın, buradan bir azlıq əmələ gəlir. 4, 6, 12, 14, 20. 2 fərq var, 6 fərq var. 2 fərq var, 6 fərq var. Yəni bu növbəti hədd olacaq 22, o biri olacaq 28. Yəni belə davam edəcək bu 30. 30-a qədər yazdıq bunu belə. Bu oldu bizim birinci kürənin 6-cı xəttdən keçdiyi saniyələri. Mərkəzi 6-cı xəttdə olmaq saniyələri. Baxırıq indi bura. Bu dəyə birinci aşağı. Gəldik bax 1, 2, 3, 4. Deməli ikinci kürə 4 saniyədə gəlir çıxır bura. 4, 5, 6, yazdıq bunu 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. Bax, indi bura bax. 2 artır, 8 artır. 2 artır, 8 artır. Deməli, bu 2 artırsa olacaq neçə? 26, 8 artırsa olacaq neçə? 34. Bu da oldu 2-nin getdiyi istiqamət. İndi baxırıq nəyə? 3-ə. 3 nə edəcək? Deməli, 1, 2, 3, 4. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Bax, indi bax, 2 artı 4 artır. 2 artı 4 artır. Növbəti ədəd olmalıdır. 16, 20, 22, 26. Bir dəqiqə. Hə, 22, 26. İndi bax, buna baxırıq. Bunların hər üçü ilk dəfə nə vaxt görüşüblər eyni xəttin üstündə? 4 saniyədə. İkinci dəfə nə vaxt görüşüblər? Baxırıq, hər üçündə olanlar 14 saniyədə. Deməli, 14 saniyədə bunların hər üçü ikinci dəfə görür. Bizə nə istəyir? İkinci dəfə deyir. Nə vaxt görüşərlər? 14 saniyədə. Sonra baxırıq 20-ci suala. 20-ci sualda da yenə bizə eyni şey deyir. Göstərilən vaxtda hansı kürənin üstündə deyir? Üçüncü kürənin üstündə. Üçüncü daha doğrusu xəttin üstündə deyir ki, nə vaxt bunlar görüşə bilərlər. İndi gəlin biz bunları üçüncü xəttin üzərində görək neçə saniyə ərzində neçə dəfə görüşə bilərlər deyir. İkinci dəfə, burada da deyir, ikinci dəfə görüşə bilərlər deyir. Baxırıq. Bu hansı xətt deyir? Üçüncü xətt. Bu xətti istəyir bizdən. Deməli 1, 2. Yazırıq birinci dairə. 2 də təzədən 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14-cü saniyədə 15, 16, 17, 18. Bax, indi bura 2, 6, 10, 14, 18 olmalıdır. 22, 26. 4 ödə artır mı bu? Bəli. Bu birinci idi. Geç ikinciyə. İkinci indi buradan gəlir hara? Aşağıya. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. Baxırıq indi bura. 2, 8, 6 artır, 4 artır. 6 artır, 4 artır. İndi 6 artır olmalıdır 28, 4 artır olmalıdır 32. Bu da oldu bunun ikinci dairənin getdiyi, üçüncüdən də keçdiyi zaman müddəti. Üçüncü xətdən keçdiyi zaman müddəti. Gəldik üçüncüyə baxırıq. İkinci idi, bu da üçə baxırıq indi. Bu da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22,
23, 24, 25, 26. İndi baxırıq bura. Bax 8 artı 4 artır. 8 artı 4 artır. 8 artı 6 neçə? 34. 4 artı 38 bizə lazım deyil. İkinci dəfə deyək ki, üçüncü xəttin üzərində olsunlar. Bir dəfə olublar bunların hər üçü 2 saniyədə. Üçüncü xəttin üstündə olublar. Bir dənə vaxt eyni. Baxırıq 10, 14, 18, 22. Bax 22-də ikinci dəfə eyni xəttin üstündə olublar. Cavab oldu 22. Bu da oldu belə. İndi baxırıq buradan belə bir suallara. Bunlar adətən cədvəl oyunlarına aid deyirlər. Sadəcə olaraq düzməkdir. Rəqəmləri düzməliyik bunun içərisində. Elə yığın ki, 7 bıçağı elə fırlatmamaq şərtinə elə yığın ki, qonşu bıçaqların ümumi təpə nöqtələri ətrafında ədədlərlə eyni olsun. Əşən ABCD-ni tapın deyir. Bax bu formada veriləndə bizə ən çox eyni olandan başlayır. Yəni yuxarıda hansıdır? Burada ən çox hansında var? Bir də var. Birinci onu qoyuruq bura. Məsələn, biri qoyduq bura. 2, 3. İndi bunun altında olacaq 2, 3, 1. Bax bunu sildik. Bir də 2, 3, 1 silməliyik. Yəni bunu sildik. İndi 3, 1, 2. 3, 1, 2 budur. Bunu da sildik. 3, 2, 1. O da oldu bu. Bunu da sildik. İndi 3, 1, 2. Bu da oldu belə. İndi 2, 1, 2, 3. 1, 2, 3 də budur. Bunu da sildik. 1, 3, 2. O da budur. Bəli, bunu da sildik. İndi ki, A, B, C, D-ni tapın. A bizdə 2-dir. B burada. Hocam haradaydı? Hə, buradadır desən. 1-dir. C bizdə 2-dir. D-də 3-dür. 2, 1, 2, 3. Bu oldu belə. İndi baxırıq bura. Burada ən çox yuxarıdansını verib bizdə 2-ni verib. Gəlin 2 ilə başa görə nə yaza bilərikmi? 2, 1, 3, 3, 2, 1. İndi bunu sildik. Bir də 2, 3, 1 hansıydı? 2, 3, 1. Bunu sildik. Hə. Burada indi 1, 3, 2. 1, 3, 2 bu da getdi. Burada indi olacaq 3, 2, 1. Bu da getdi. 3, 1, 2. 3, 1, 2 bu da getdi mi? Burada indi 3, 1, 2. 3, 1, 2. Bu da getdi. Sonra gəldik bura. 2, 1, 3. 2, 1, 3. Bu da getdi. Burada indi 2, 3, 1. 2, 3, 1. Baxırıq deyəsən, bu da ikincidir. Bəli. Bunu da sildik. Sonra indi burada var 1, 3, 2. Hə, bu da getdi. 2, 3, 1. Bunu da sildik. 3, 1, 2. Bunu da sildik. 3, 2, 1. Hocam belə bir şey var mı? Var. Bunu da sildik. Bizə nə istəyir? A, B, C, D-ni istəyir. A1, B1, C2, D1. Bu da oldu belə. İndi burada bizə deyir ki, qəbul edilmiş suallara baxırıq. Verilmiş 9 dənə fiquru fırlatmamaq şərti ilə verilmiş formada 3-3-ə elə yığın ki, müxtəlif fiqurlara aid qonşu rəqəmlər eyni olsun. Şəkildə göstərilən rəqəmlərin yerinə düşəcək rəqəmləri həmən hərflərin ABCD ardıcılığına düzün. Baxırıq bura. Məsələn, biz bura sağında 2 yazsaq, görün 2 ilə bir rəqəm, 2 yox, daha doğrusu 3. Məsələn, bura görsən 3 yazanmarıq. Heç birinin sağında 3 yoxdur elə. Onda 3-dən hamısını düzülük bura. 3-ləri düzülük bura. Bax, 1, 2, 3. Bunlar düzülük bura. İndi məsələn 4 ilə başlasa, yuxarısında 2 olan var? Var. Yazıq 2, 2, 4. İndi yenə yuxarısında 4 olan varmı? Yoxdur. Demək ki, biz burada bundan başlaya bilmərik. 4, 1 yazanmarıq. Onda başlıq nə ilə? 2 ilə. Çünki 4 ilə bitirsə 4 ilə başlamalıdır. Yazıq 2, 4, 1. İndi 4 ilə başladı. Aşağısı 3, 4. Hə, bu olmalıdır onda neçə? 2, bu da oldu 1. İndi yuxarısı 2 varmı? Var. 4, bu da 1. Deməli, bunu sildik. Düzmü yazdım bu görüm? 3, 2, 4, 1. 3, 2, 1, 4 daha doğrusu. Bunun yerini dəyişim. 1, 4. Aşağısı oldu 1, burası oldu 4. Deməli, bunu sildik. Bu getdi.
Bu getdi və bu getdi. Bunları sildik. İndi gəldik bura. 1 ilə başlayan 1. Buraya yazsaq məsəl üçün 1. Aşağısı indi bunu yazmağa çalışsaq. 3'ü buraya yazsaq. Yuxarısında 3 olan varmı? Var. Bəs yaxşı. 1 ilə başlayıb. Burada 4 yazsaq 4 ilə başlayan yoxdur artıq yuxarıda. Baxın. Yuxarısı 4 olan yoxdur. Ancaq bunu yazanmarıq. Yazdık bunu. 1, 4, 3, 2. İndi gəldi buraya yazırıq. 1, 3, 2, 4. Bunu da yazdık belə. İndi sağında 4 olan üstünə 4 olub. Bizə dəqiqə nə olur bu? 1, 3, 2, 4. Bunların ilgilənmirik demək. Bizə dəqiqə. Bunların yerini dəyişək gəlin. Bunların yerini dəyişək. Birinci bunu yazaq onda. 1, 2 haradadır? 1, 3, bu. 1, 3, 4, 2. İndi yazıq bura 1, 4, 3, 2. İndi olmalıdır bura 4, bura 3. 4, 3 olan bir tane bu var. 4, 3, 1, 2. Bunlar da sildi. İndi birlər getdi. Qaldı sadəcə bunlar. İndi 2, 3, 1 yazsaq yuxarıda. 1 ilə bitib, 1 ilə başlayan var. 3 ilə bitib, 3 ilə başlayan var. Və salam. Deməli yazdıq bura 2, 3, 1, 4. Buraya yazdıq indi 2, 1, 3, 4. İndi yazdıq bura 2, 3, 4, 1. Və salam. Bizə nə istəyir? Yenə A, B, C-dən istəyir. A bizdə. A hardadır? Burada 2, B bizdə 1, C 3, D də 4. 2, 1, 3, 4 bizim o düzgün cavabımız. Və baxırıq belə bir suala. Bu da qəbula düşmüş fitoşiki suallarından birisidir. Baxırıq bura. Burada yenə ən böyük və ən kiçik axtarmalıyıq biz. Baxırıq burada ən böyük bu ola bilər və bu ola bilər. Bu ikisi 6 ola bilərmi? Ola bilər. Ən kiçik hansı ola bilər bəs? Bir dənə bu ola bilər. Yazdıq buna 1'i. Sonra burada baxsaq. Ən böyük və ən kiçik yazarsaq. Burada ən kiçik bu ola bilər. Başqa kiçik varmı? Yox. 1 yazdıq bura. Bəs ən böyük? Ən böyüksə elə birincidir. Bu. 6. Bunu yazdıq belə. Sonra burada baxsaq. Ən böyük və ən kiçik. Ən böyük bu ola bilər. Çünki başqa ən böyük elə yoxdur. 6 oldu bu. Ən kiçik isə ola bilər nəsə bu. Bu da oldu 1. Burada ən böyük və ən kiçik yazarsaq. Bu artıq ən kiçik olamaz. Yuxarıda 1 var. Demək olacaq onda bu. Bəs ən böyük isə olmalıdır ya bu ya da bu. Bu da dəqiq deyil. Sonra burada ən böyük bu ola bilməz. Onda olacaq D. Deməli D oldu 6. Ən kiçik isə 1 ola bilər. Bu olamaz. Bəli. Ən kiçik oldu C. Deməli A, B, C-də aracılığın düzgün deyilsə bizə. Biz artıq axırını tapdıq 16 ilə bitir. Sonra burada isə yenə ən kiçik və ən böyük axtarsaq. Buna 1 yaza bilərik. Və buna 1 yazamarıq. Bəli 1 oldu bu. Ən böyük isə bu da olacaq ya bu ya da bu. Bəli dəqiq məlum deyil. İndi sütunla baxsaq. Burada ən böyük hansıdır? Ya bu ya da budur. Bəli burada baxsaq ən böyük hansı ola bilər? Bu da ən böyük elə budur. Ən böyük budursa artıq bu ən böyük ola bilməz. Bu ən böyük ola bilməzsə onda ən böyük qalır buna. 6. Onda bu da ən böyük ola bilməzsə bizdə qaldı onda 6 bu. Bunları da yazdıq. 6'lar və 1'ləri düzdük. İndi gəlin baxaq. 6'lar və 1'ləri düzdük. İndi birdən böyük nə yaza bilərik bura? 2 yazsaq. 3, 4 yazsaq. Anlar mı? Anlar. Bura məsələn 2 yazdıq. 2'dən böyük. 3, 4. 4, 4'dən böyük. 3'dən falan. Aşağıda bəs nə yaza bilərik? 6'dan kiçikdir. Bunlardan böyükdür. Bu da böyük ola bilər. Sonra bura indi biz yaxşı.
nə deyə bilərik? Bura 2 desək, bura 3 deməliyik. Bura 4 deməliyik. Və yaxud da bura 2 desək, bura 4 ilə 5 deməliyik. Onu dəqiqləşdirəcəyik indi. Yaxşı, bura 2 deyirik, tutaq ki. Yazdıq, bura 2-ni. Bura oldu 3, bura oldu 4, bura oldu neçə? 5. İndi 2-dən böyük yaza bilərik 3, 4. 4-dən üstünə ola bilər burada. 2 yaza bilərik, 2, 3. Buna 4 yaza bilərik. Və yaxud da yaza bilərik buna. Buna 2 yazsaq, buna 3 yazarıq. Buna 3 yazsaq, buna 4 yazarıq. O da 3 düşür onda yuxarı. Gəlin bunları yazaq. Burada deməli 4 yazacaq onda B-yə. B oldu 4. 4 son aldı. Qaldı burada nə? Burada qalır deməli 2, 5 və 6. 2, 5, 6 qalır burada. 2-ni buraya yaza bilmərik. 5-i buraya yaza bilmərik. Çünki 5 buraya yazsaq bu qalır. 3-ü yazsaq 3. Tutaq deyək, bura olacaq 4 ya da 5. Bəs yaxşı, bunu yaza bilərik onda. 2 yazsaq bura, 2, 3 yuxarı onda. Sonra burada 1-dən böyük yazaq. 2 yazsaq, bura 3 yazmalıyıq. Yazaq bura 2, bura yazaq 3. Görə belə alınacaqmı? 2, 3 yazdıq belə. 3-dən böyük nə var? 4 var elə. Bura nə qaldı onda? 5 ilə 2 qaldı. Onda yazırıq bura 2-ni. Buraya yazırıq 5-i. Buraya yazırıq 5. İndi bunu da belə yazdıq. Sonra 1-dən böyük nə var? 2 var da. Hərsində 1-dən böyük 2 yazsaq bura. Bura qaldı nə? Yenə 3 ilə 5 qaldı. 3 yazdıq bura, 5 oldu A. Bu da oldu belə. 5, 4, 1, 6, 5. Bu cürətlərə gedə bilirəm indi bunu. Sonra indi 1-dən böyük və belə baxırıq ki, burada qalır 3, 4, 5. Onda burada nə qalır bura? 3. Bura olmalıdır onda 4 var burada, 5 və burada qaldı 3. Bura onda olacaq 5. 5-dən üstük. Nə var bizdə? Burada olmalıdır 2 və 4. 4 buraya yazdınsa, orada bura olmalıdır 2. Burada qaldı neçə? 4. Vəssalam. Cavabımız neçə olur? 5, 4, 1, 6. Hamısı düzgün gəldi. Keçirik 25-ci suala. Yenə bir sudoku sualıdır. Burada bax, burada 2-ni yaza biləcəyimiz təkir buradır. Çünki buraya yazanmarıq bu sətirdə. Burada 2 var çünki. 1-i yaza biləcəyimiz təkir isə buradır. Çünki burada da 1 var, yazanmarıq başqa yerə 1-i. Sonra bax, indi 1-i buraya yazanmırıq, buraya yazanmırıq. Qaldı ancaq bunlar. Bu sətirdə baxsaq, bu sütundan baxsaqsa qalır burada 1, 2, 5. 1-i buraya yazanmırıq, buraya yazanmırıq. Yazdıq bura, qaldı 2 ilə 5. Onda 5-i buraya yazdıq, 2-ni yazdıq bura. Bu da getdi. Qaldı nə? Burada qalır 3, 4, 5. 3-ü buraya yazanmarıq, yazdıq bura. 4 ilə 5 qaldı. Sonra 4 ilə 5 qaldı. Burada da artıq qaldı 3 ilə 4. Onda buraya yazırıq 4-ü, buraya yazırıq 3-ü. Bu da belə. Sonra bura qalır bizdə 4 ilə 5. Buraya yazırıq onda 5-i, buraya yazırıq 4-ü. Bura 4 yazsın, onda yazmalıyıq bura 5, bura oldu 4. Sonra 1, 2, qaldı 4 ilə 5. Bura 1, 2, qaldı 3 ilə 2 qaldı burada. Buraya yazırıq onda 3-ü, buraya yazırıq 2-ni. Burada 1, 2, bilmirik elə, 5, 3, 4, qaldı 1 ilə 2. Onda yazırıq bura 1-i, buraya yazırıq 2-ni. Burada nə qaldı indi bizə? 4 ilə 5. Onda buraya yazırıq 5-i, buraya yazırıq 4-ü. Burada yaza bilərik 1-i, burada yazırıq 5-i. Və səsəm düz gəldi. Aynı anda B-nin cəmi 10-a bərabərdir. 5 ilə 5. Və sonuncu 26-cı suala baxırıq. Bu da yenə bayaqki kimi həll olur. Bu da yenə ən böyük və ən kiçikləri tapmalıyıq. Ən böyük burada ya budur, ya da budur. Ən kiçik isə ya budur, ya da budur. Burada baxsaq, ən böyük və ən kiçik yaxtarsaq, burada ən kiçik çox güman ki budur, ən böyük isə budur. Onda belə çıxır ki, 4 budur. 4-ü yazdıq orada. Sonra bu hissədə ən kiçik bu ola bilər.
Elə budur. Ən böyük isə elə bu olacaq 5. Sonra buraya yazmalıyıq onda 2, çünki hərisindən kiçikdir. Qaldı 3 ilə 4. Burada isə deməli ən böyük və ən kiçik qalıb bizdə. Ən böyük olacaq ya B ya da C. Ən kiçik isə olmalıdır ya D ya da bu. Tutaq ki, indi qalıb burada burayla baxsaq. 1, birdən böyük 2 yazsaq, 2-dən böyük 3 yaza bilərik. 3-dən də böyük 4 yaza bilərik. Və yaxud da yazaq bura. Buraya yazaq 2, buraya yazaq 3, 4, C oldu 5. İndi burada buna 1 yazsaq. 1-dən böyük 2, buna olmalıdır 4. Sonra onda 1'i oraya yazsaq 1 olmalıdır D. Bura olmalıdır onda 3 ya 4. Tutaq ki, yazsaq bura 4'ü. Onda 5'i de yazdık bura. Hamısından böyük. Buradan da yazsaq 4. Bura olacaq onda 3. Buradan da 1 yazsaq. Onda 1 oldu bura. Çünki bura 1 düşmür artıq. 1'i buraya yazdıqsa bura olmalıdır nə? 3. Bura qaldı nə? 4. 4 yazanmaq daha doğrusu. 4 yuxarıda var. 2 ilə 3 qalıb. Buraya 2 yazsaq onda bura düşür 3. Hə, o da alınmayacaq. Demək ki, biz burada 4'ü yazmamalıyıq. Məsələn, buraya yazsaq indi 3. Onda burada 4 düşür, bəli. Belə alınacaq. Burada onda yazacaq nəyi? 4'ü. 4'ü. Onda buraya yazmalıyıq 3'ü. A oldu 3. Burada nə düşür onda? 2. Bizə nə istəyir? ABC alacağından üçün 3, 4, 5, 1, 2. 3, 4, 5, 1, 2 oldu bizim düzgün cavabımız. Bu da oldu bizim Futoshiki-nin həlli. Və salam, bu qədər. İndiyə nə qədər qəbula düşmüş suallara baxdıq və bütün növ demək olar ki, oyunlara baxdıq. Məntiq oyunlarına baxdıq. Əgər video xoşunuza gəldisə bəyənməyi unutmayın. Yorum yazsanız və videoya abunə olsanız, kanala abunə olsanız sevinərəm. Növbətdə görüşərik. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.